Amerikanın Politico nəşri Amerika Birləşmiş Ştatları dövlət katibi Marco Rubionu 2028-ci il prezident seçkilərində ən güclü namizədlərdən biri kimi təqdim edib. Az-24 xəbər verir ki, Ağ Evə yaxın mənbələr Rubionu xarici münaqişələrin həllindəki effektiv yanaşması və siyasi manevr qabiliyyətinə görə ciddi fiqur hesab edirlər. Nəşr yazır ki, xüsusilə Venezuela lideri Nicolas Maduro'nun hakimiyyətdən uzaqlaşdırılması istiqamətindəki fəaliyyəti və Donald Trump'a sarsılmaz sadiqliyi onun mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Məqalədə qeyd olunur ki, hazırda vitse-prezident James David Vance'in adı namizədlər siyahısında ön sıralarda olsa da, Rubionun reytingi sürətlə yüksəlməkdədir. Xatırladaq ki, bir müddət əvvəl keçmiş vitse-prezident Kamala Harris'in də 2028-ci ildə yenidən şansını sınayacağı barədə məlumatlar yayılmışdı. The Washington Post qəzeti isə prezident postu üçün daha bir sürpriz namizədin adını açıqlayacağını bildirib.